Pasientlər katarakta və yaxud mirvari su diaqnozu eşidəndə və biləndə ki, əməliyyat olunmalıdırlar, ən çox verdikləri və onları maraqlandıran sualların biri olur: gözümə linza qoyulacaq və hansı linza, nə növ linza qoyulacaq? Mən demək istəyərdim ki, linza seçimi çox individualdır və tam müayinədən sonra həkim qərar verə bilər ki, hansı linza sırf bu xəstənin gözünə uyğundur və daha yaxşı nəticə gələcəkdə verə biləcək. Hal-hazırda bir neçə növ linza seçimi ola bilər ki, olsun və ən çox istifadə olunan uzaq məsafəyə görmə verəcək linzalar var. Həm uzağa, həm yaxına və həm orta məsafəyə linzalar. Bunlar el arasında ağıllı linza deyilir, həkimlər arasında trifokal linza deyilir və uzaq və orta məsafəyə görmə verəcək linzalar. Linza seçimi çox individualdır. Çox vaxt pasient hansısa bir yanaşı xəstəlikləri olanda, məsələn, şəkərli diabet olanda və gözündə yüksək astigmatizm olanda gəlir, eşidib ki, hardansa ağıllı linza deyilən bir linzalar var. O linzadan gözünə implantasiya olmağını xahiş edir. Mən demək istəyərdim ki, hansı növ linza gözə implantasiya olduğunu yalnız həkim qərar verə bilər. Bu linzaların fərqi nədədir? Yalnız uzaq məsafəyə görmə verən linzalar pasient əməliyyatdan sonra yaxını görmək üçün eynək istifadə etməlidir. Bunlardan fərqli olaraq ağıllı linzalar həm uzağa, həm yaxına, həm orta məsafəyə pasientə eynəksiz keyfiyyətli görmə imkanı verir. Amma yenə təkrarlamaq istəyərdim ki, ağıllı linzalar hər gözə uyğun ola bilməz və yalnız müayinədən sonra həkim tərəfindən qərar verilə bilər ki, bu gözə ağıllı linza uyğundur və yaxud uyğun deyil. Tez-tez verilən suallardan biri də əməliyyatdan sonra pasient deyir ki, mən linza qoymaq istəmirəm. El arasında linza süni bilur deyilir və deyir ki, mən süni bilur istəmirəm, gözümə qoyulsun. Mən bir mənalı demək istərdim ki, linzanın növündən asılı olmayaraq mirvari suyu əməliyyatdan sonra linza göz içinə implantasiya olunmalıdır. Bəli, elə hallar olur ki, birinci etapda linza implantasiya olunmur, amma ki əməliyyatdan sonra ikinci əməliyyatda linza mütləq implantasiya olunmalıdır. Linza implantasiya olunmasa, bəlkə yadınızdadır, çoxdan nənələrimiz, ulu nənələrimiz əməliyyatdan sonra çox qalın bir eynəklə gəzirdi. Müsbət 10, müsbət 12. Linza implantasiya gözünün içinə olunmasa, onda pasient ömür boyu həm uzağa, həm yaxına bax bu qalın eynəklə gəzməli olacaq.